Salam, xoş gördük hər biriniz hörmətli müəllimlər və müəllimliyə namizəd olan şəxslər. Bu günlərim sizə kurikulumdan növbəti bir maraqlı situasiya sualı təqdim edirəm. Sualla tanış olun. İndi isə keçək izaha. Tapşırıq belədir. Müəllim şagirdi sualla müraciət edir. Qrup işinin təqdim edərkən komanda üzvlərindən biri çox az danışır. Öz fikirlərini ifadə etməkdə çətinlik çəkir. Komanda lideri olaraq bu vəziyyətə necə yanaşarsınız? Yəni, müəllim uşağa belə bir sualla müraciət edir. Şagirdin hansı cavabı onun güclü ünsiyyət və dəstəkləyici yanaşmaya sahib olduğunu göstərir. Yəni, burada şagirdin cavabları var. Hansı cavab şagirdin ünsiyyət və dəstəkləyici yanaşma bacarıqlarının yüksək olduğunu göstərir. Şagird bunu deyər. Onun yerinə mən danışar, vaxt itkisinə yol verməzdim. Bu düzgün deyil. Bu həmin şagirdin özünə inamına mənfi təsir edə bilər. Çünki axı deyir ki, qrup işini təqdim edərkən komanda üzvlərindən biri çox az danışır və öz fikirlərini ifadə etməkdə çətinlik çəkir. Komanda lideri olaraq bu vəziyyətə necə yanaşarsınız? B. Ona təqdimatdan əvvəl hazır cavablar verərdim ki, sadəcə əzbərləsin. Bu da effektivdir. Çünki şagirdin inkişafını vəd eləmir. C-yə baxaq. Ona söz haqqı verər. Fikrini rahat ifadə etməsi üçün motivasiya edici və anlayışlı davranardı. Bax, doğru cavab C variantındadır. Əgər şagird bu sualın cavabını bununla verirsə, deməli, yaxşı ünsiyyət bacarığı və dəstəkləyici yanaşması var. Axı, motivasiya edici yanaşır. Həm ona söz haqqı verir. Yəni, deyir ki, qoy danışsın. Hazır nəsə verməkdənsə qoy fikirlərini desin və özünə inamlı olacaq. Şagird, təqdimatı onun yerinə digər aktiv komanda üzvünə tapşırardım. Bu səhv yanaşmadır, çünki həmin şagirdi yenə zədələmiş oluruq. Şagird ona sadəcə dinləyici kimi qalmağı təklif edərdim ki, özünü narahat hiss etməsin. Xeyr, bu da yanlış yanaşmadır, çünki şagirdi prosesdən uzaqlaşdırma sayılır. Ümid edirəm ki, sualınızın cavabı doğru çıxdı və bir də kanala abunə olmağı və paylaşmağı unutmayın. Sağ olun.